Tikinti üçün torpağın sənədi var, ancaq torpaq kadastrındakı məlumatlarda ziddiyyət səbəbindən çıxarış ala bilmirsiniz. Artıq problem həllini tapır. 15 gün ərzində əmlaka çıxarış almaq mümkün olacaq. Daha bir xoş xəbər, yaxın vaxtlarda əksər sənədsiz evlər də çıxarışla təmin ediləcək. Söhbət hansı sənədsiz evlərdən gedir, prosesə nə vaxt başlanacaq? Sualların cavabı sujetdə. Nazirlər Kabineti tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları təsdiq edilib. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə bəzi hallarda əmlakının qeydiyyata alınması ilə bağlı vətəndaş müraciəti olunur və həmin müraciətdə eyni zamanda təqdim etdiyi sənədlərdə əmlakın yerləşdiyi torpaqda tikintiyə icazənin verilməsi də öz əksini tapır. Əvvəlki qaydalarda bu halda əgər dövlət qurumunda olan məlumatlar vətəndaşın təqdim etdiyi məlumatlarla üst-üstə düşmürdüsə, dövlət qurumu tərəfindən avtomatik olaraq imtina cavabı verilirdi. Qanunda edilən dəyişikliklə bu problem də tamamilə öz həllini tapacaq. Dövlət qurumu həmin məlumatın dəqiqləşdirilməsi ilə bağlı digər qurumlarla, o cümlədən arxiv idarəsinə sorğu göndərəcək. Həmin sorğular təbii ki, elektron olacaq və 15 iş gün ərzində sorğuların alınması və vətəndaşın müraciətinin cavablandırılması həyata keçiriləcək. Məsələn, əgər vətəndaşımızın müraciətində qeyd edilən məlumatlar arxiv və ya digər dövlət qurumu tərəfindən təsdiq olunarsa, bu halda həmin vətəndaşımıza imtina verilməyəcək və 15 gündən sonra həmin əmlakın qeydiyyata alınması ilə bağlı qərar veriləcək və həmin əmlaka çıxarışın verilməsi həyata keçiriləcək. Bu addım eyni zamanda mülkiyyət hüquqlarının tanınması və qorunması baxımından da xüsusi əhəmiyyət kəsb eləyir. Mərhələli şəkildə təxminən 400 mindən artıq evin qeydiyyata alınması və çıxarışla təmin olunması nəzərdə tutulur. Bakı ətrafında qeydiyyətsiz evlərin sayı 500 mindən artıqdır. İlkin qiymətləndirmələrə görə onların təxminən 70 mini təhlükəli ərazilərdə yerləşir. Bunlar neft buruqlarına yaxın və ya iri nəqliyyat qovşaqlarına və ya iri elektrik xətlərinə yaxın inşa edilən evlərdir. Həmin evlərlə bağlı təbii ki, ayrıca bir sənədin qəbul ediləcəyi gözlənir. Birinci mərhələdə məhz təhlükəli ərazilərdə yerləşməyən evlərin, xüsusən də həyət evlərinin qeydiyyata alınması ilə bağlı konsepsiyanın təsdiq ediləcəyi gözlənilir. Sənəd imzalandıqdan sonra yalnız Bakı və Bakı ətrafında 100 mindən artıq evin qeydiyyata alınması reallaşacaq. O da qeyd olundu ki, ilkin mərhələdə 2001-ci il yanvarın 1-i tarixinədək təsdiq edici sənədi olan evlər çıxarışla təmin olunacaq. Sonrakı mərhələlərdə isə digər sənədsiz evlərə çıxarışlar veriləcək. Xatırladaq ki, evlərin sənədsiz olması həm də vergidən yayınma hallarına gətirib çıxarır. Odur ki, sənədləşmə dövlət büdcəsinə milyonlarla əmlak vergisinin cəlb edilməsinə də yol açmış olardı. Məhəmməd Hacızadə, Qərib Cavadov, ATV Xəbər.